Kəsə, hər vaxtınız xeyir olsun. Mən sizin riyaziyyat və informatika müəlliminiz Aynurə Fətəliyeva. Bugün mən sizə yenə də əziyyət çəkdiyiniz bir sualın izahını verəcəm. Mən bilirəm ki, tələbələrin əksəriyyəti rəng modellərindən və qrafiki faylların həcminin hesablanmasından çox böyük əziyyət çəkir. Ona görə də sizə asan bir yolla gəlmişəm. Deməli, ilk olaraq birinci baxaq görək qrafiki təsvir nədir, onun həcminin hesablanması mərhələsindədir. Daha sonra rəng modellərindən də sizə qısa olaraq danışacağım. Deməli, gənclər, ilk olaraq gəlin bir sualımızla tanış olaq. Deyək ki, 128x128 nöqtədən ibarət qrafiki təsvir SMK rəng modeli ilə kodlaşdırılmışdır. Bu təsvir yaddaşda nə qədər yer tutar? Gənclər, gəlin ilk olaraq qrafiki fayllardan danışaq və qrafiki faylların həcminin hesablanması qaydasından danışaq. Sonra rəng modellərinə keçid edərəm. Deməli, biz bilirik ki, qrafiki fayllar ümumiyyətlə şəkillər, təsvirlər deməkdir və bizim real həyatda istifadə etdiyimiz, gördüyümüz şəkillər, təsvirlər piksellərin, nöqtələrin düzbucaqlı şəklində toplusudur. Yəni, bizim şəkillərimiz, təsvirlərimiz nöqtələrdən, piksellərdən ibarətdir. Və biz bilirik ki, informasiyanın müxtəlif növləri var. Onlardan biri də qrafiki informasiyadır. Və təbii ki, hər bir informasiyanın olduğu kimi, qrafiki informasiyanın da müəyyən bir həcmi var. Və o da təbii ki, kompüterin yaddaşında nə etməlidir? Kodlaşmalıdır. Biz bilirik ki, kompüter yalnız kodları tanıyır. Gənclər, dedik ki, qrafiki fayllar tanıyır nəyi? Nöqtələri, pikselləri. Və qrafiki faylların həcmini hesablayan zaman onun enində olan nöqtələrin sayına vururuq uzunluğunda olan nöqtələrin sayına, sanki düzbucaqlının sahəsi kimi. Və biz bilirik ki, hər bir pikselin öz rəngi var, öz ölçüsü var və vururuq bir pikselin ölçüsünə. Onu da standart olaraq, en bit olaraq götürürük. Və bu da bizə verir həcmi, yəni qrafiki faylın həcmini. Yəni, uzun sözün qısası, qrafiki faylın həcmini hesablayan zaman piksellərin sayını vururuq bir pikselin həcminə və bu da bizim həcmimiz olur. İndi bəs yaxşı, gəlin görək biz bu həcmi necə müəyyən edirik? Deməli, qrafiki faylın həcmində bizə lazımdır bir pikselin həcmi. Onu biz ya rəng salarları ilə müəyyən edirik, ya da ki, rəng modelləri ilə. Məsələn, əgər desək ki, bizim faylımız, şəklimizdə, qrafiki faylımızda 256 rəng saları var, o zaman 256, 208 deyə biz deyirik ki, bir piksel 8 bitdir. Yəni, qrafiki faylların həcmini hesablayan zaman bir pikselin həcmini necə müəyyən edirik? Əgər rəng çaları, rənglər palitra deyirsə, onda o zaman həmin ədədi 2-nin qüvvəti şəklində göstərir. Qüvvəti götürürük bir pikselin həcmi kimi. Və yaxud da ki, rəng dərinliyi və rəng tərtibi terminindən istifadə oluna bilər. Əgər dərinlik və tərtib desə, o zaman biz bir pikselin həcmini elə o dərinlik qədər götürəcəyik. Məsələn, əgər desəydik ki, 256 rəng tərtibi, rəng dərinliyi var, deməli bir pikselin həcmi 256 olacaqdır, 256 bit olacaq. Deməli, mən sizə indi inşallah ki, bununla bağlı qısa qeydim var, onu yerləşdirəcəm videonun sonuna, mütləq onu izləyərsiniz. İndi gənclər, bəzən rəng çalarları yox, konkret olaraq rəng modellərindən söhbət gedir. Nədir rəng modeli? Baxın, necə ki, simvolların kodlaşdırılma standartı var idi, ASCII və Unicode. Rəng modelləri də rənglərin kodlaşdırılma standartıdır, qrafiki faylların kodlaşdırılma standartıdır. Yəni, məsələn, necə ki, ASCII əlifbamız var idi, Unicode var idi, hər bir kompüterdə A-nın kodu eyni idi, standart idi. Burada da gənclər, mütləq ki, hər bir kompüterdə rənglərin kodu eyni olmalıdır. Rənglərin kodu müxtəlif ola bilməz, onda hər birimizdə görüntülər, şəkillər başqa rəng salarlarında görünər. Və rənglərin kodlaşdırılması üçün iki rəng modelindən istifadə olunur. Əsas olaraq birinci RGB-dir, red, green, blue, red qırmızı, green yaşıl, blue mavi. Deməli, monitorda, ekrandakı bütün rənglər bu üç əsas rəngin qarışığından alınır. Bir də tamamlayıcı rənglər var, CMYK rəng modeli, cyan, magenta, yellow, black. Cyan A bu rəngidir, magenta A qırmızıdır, yellow sarıdır, K isə black'ın, qaranın K'sıdır. Gənclər, bu adətən çap məsələlərində istifadə olunur, yəni ki, çap zamanı istifadə olunan rənglərdir, buna tamamlayıcı rənglər deyilir. Nəsə, uzatmayalım. Uzun sözün qısası, əgər söhbət şəkillərdə bu rəng modellərindən geçsə, baxın, RGB-də red, green, blue. 3 rəng var deyə, red, green, blue.
RGB-də bir pikselin həcmini siz 3 bayt götürəcəksiniz. CMYK-da 4 rəngdən söhbət gedir. Siyan, magenta, yellow, black. Deməli, CMYK deyəndə siz bir pikselin həcmini 4 bayt kimi götürəcəksiniz. Gəlin nəhayət ki, sualımızın cavabına keçək. Bizim piksellərimizin, nöqtələrimizin sayı bəllidir. 128 vurulsun 128. Sonra CMYK görürüksə, bir pikselin həcmini necə götürməliyik? 1, 2, 3, 4. 4 rəng varsa bir pikselin həcmi olacaq 4 bayt. Yəni, ekranın enində və uzunluğunda olan nöqtələrin sayını vurdum bir-birinə və mənim rəng çalarım, rəng modelim CMYK-dır deyə, orada 4 dənə rəng var. Mən bir pikselin həcmini 4 bayt kimi götürdüm. Baxırıq ki, variantlarda faylın həcmi kilobayt və megabaytlı ifadə olunub. Görürəm ki, kilobayt daha çox variantlar var. Görürəm ki, ona keçmək daha məqsədə uyğundur. Bunu sadələşdirək. 128 2/7 vurulsun 2/7. 4 də bildi 2/2-dir. Biraz sürətli danışıram ki, video çox uzanmasın. Bilirsiniz ki, vuranda əsaslar eynidirsə qüvvət üstləri toplanır. 7 + 7 + 2 olur 2/16 bayt. Deməli, biz bunu kilobayta gətirməliyik. Biz bilirik ki, 1 kilobaytımız 1024 baytdır. Ya da baytdan sonra gəlirdi nə? Kilobayt. Və biz kiçikdən böyüyə, soldan sağa gediriksə bölürdük. Bir aralıq varsa bölürük 2/10'a. 2/16'nı kilobayta çevirmək üçün bölürəm 2/10'a. Böləndə qüvvət üstləri çıxılır. 16-dan 10 çıxırıq. Qalır 2/6. Yəni, doğru cavab C variantı 64 kilobayt olacaq. Ümid edirəm ki, sual sizin üçün aydındır. Əgər nəsə aydın olmasa, mütləq ki, rəylərdə qeyd edin. Növbəti videolarda görüşmək ümidi ilə. Sualın doğru cavabı 64 kilobayt C variantı.